25 və 26 mart tarixlərindən Bakıda bir sıra küçələrdə hərəkət məhdudlaşdırılır. Bu barədə Ayna məlumat yayıb. Bildirilib ki, aidiyyatı qurum tərəfindən Abbasqulu Bakıxanov küçəsinin Cəbir Məmmədquluzadə küçəsindən Səməd Vurğun küçəsinədək, eləcə də Hüseyn Cavid prospektinin Seyfəddin Dağlı küçəsindən Landau küçəsinədək olan hissələrində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. Məhdudiyyətə uyğun olaraq Abbasqulu Bakıxanov küçəsindən keçən 3, 17 və 33 nömrəli marşrutların hərəkəti alternativ olaraq Hənifə Ələsgərov, Cəlil Məmmədquluzadə, Nəsib bəy Yusif bəyli Mərdanov qardaşları, Mirəsədullah Mirqasımov və Ənvər Qasımzadə küçələri ilə təşkil ediləcək. Hüseyn Cavid prospektindən keçən 3, 6, 10, 17, 18, 39, 53, 96 və 206 nömrəli marşrutların hərəkəti isə Əbdürrəhim bəy Haqverdiyev küçəsi, Mətbuat prospekti, Mikail Müşfiq və Bəxtiyar Vahabzadə küçələri ilə təşkil olunacaq.